Əzizlər, deməli biz dərz əzizlər Kü qəsəbədən gəldik. İndi isə Çınarlı qəsəbəsindəyik, Şəmkir rayon Çınarlı qəsəbəsində zavod küçəsi adlanan bir ərazidəyik. Dərz əzizlər, biz gəlib çatdıq Çınarlı qəsəbəsinə və Şəhriyar küçəsindəyik biz. Gəlmişik Elşən qardaşın yanına. Elşən qardaş demək olar ki, neçə ildir bu durumdadır, yəni xəstə yatır. İnşallah Allah şəfasını versin, yaxşı olar. Çox çətindir durumları, yaşayış durumları çox çətindir. Gəlmişik qrup olaraq öz dəstəyimizi göstərək. İnşallah mən inanıram ki, qrupun dəstəyi artar. Hər zaman işimizi davam etdirərik. Kərəm? Bəli, Şəmkir rayon Çınarlı qəsəbə Şəhriyar küçəsi məktəbin yanıdır. Yəni indi girib içərini çəkəndə də özünüz görəcəksiniz. Kim yenə dəstək olmaq istəsə əlaqə saxlasın. Artıq ki, ünvana çatırıq, gəldik çatdıq. Bu üçüncü ailədir bu gün yardım elədiyimiz. İnşallah bundan sonra biri qalacaq. Bir ailə var, belə o getməli. Yetim uşaqdır, ora getməkdə, onlara yardım çatdırmaq inşallah. Kərəm. Artıq axşamısınız, nətərsiz? Bayramımız mübarək, nətərsiz, nə var, nə yox? Gəlmişik Elşən qardaşımızı yoxlamağa, öz dəstəyimizi göstərək, qrup olaraq. Hoş geldin. Çox sağ olun, təzəndə yatır Elşən qardaş. Evet, gördüğünüz gibi. Kərəm, bəlkə də çoxdan gəlmişəm, nə Kərəm bilmiyorlar. Çoxdan, bilmirdim, mən məlumat demişəm. Hə. Gedək qardaşa baxaq. İçeri gel. Axşamı sevib daha bayramımız mübarək gənə. Elşən qardaş, nətərsən? Allah kömək olsun. Gəl bunlar. Bunlar da Ben nereye gidiyorum eziyet çektim. Nə əziyyətdir, ay müsəlman bozumuz, qrupun köməyi ilə. Yəni qardaşım bir çox sağ olsun, adını çəkilmək istəmirlər. Borcumuzdur, müsəlman kimi gəlmək. Allah köməyini olsun. Kərəm, Bayram bax, hədiyyəsi kimi də elə. Sağ ol. Elşən qardaş, bax, neçə ildir bu vəziyyətdədir. Allah köməyi olsun. Neçə il var artıq hala? Çok 4-5 yıl. 4-5 ildə belə ağır vəziyyətdə olmalı. Ha, Qabaqlar yemək yeyə bilir də. ha, ben özüm yiyeyim. Gəlir dəhərlənir. Ha, ben. Yəni göstərdiniz zəhmət olmasa. Dəyərli izləyicilər, bax bu ailə Şəmkir rayon Çınarlı qəsəbəsində yaşayır. Əlaqə nömrələrini ekrana qoyarıq. Yəni anası baxır. Hər bir əziyyətini çox anası baxır. Yəni kimlə köməklik eləmək istəsə gəlib baxa bilərsiniz, yoxa bilərsiniz. Şərəm bax, nə deyə bilərsən Şərəm? Sən öz fikir bildir. Bax qardaş gəldi gördü, yəni çoxdan sən Başda Allah özü kömək olsun, inşallah yaxşı olar Allah qoysa. Yəni gördüyünüz kimi də, yəni deməyə ehtiyac yoxdur. İndi kart nömrəsində yenə həmişə kimi əlavə eləyəcəyik. Kim köməklik eləmək istəsə inşallah eləyər. işıq yandır. Belə. Dərz edirlər, bax, Allah köməyini olsun. Elşən qardaş ikinci qrup müavinət alır. Olar ki, çox azdır. Son dərmanlarını çatdırmır. Yəni əslində birinci qrup verməlidir, amma çox təəssüf ki, haqsızlıq var. İkinci İkinci qrup ikinci. verir. O da düzelmir de pul gücüne, pul gücüne. Yəni birinci qrup düşməlidir Ha, qardaşlar. pul gücüne. Ayvağa siz də pensiyanmısınız? Aynen, yok Allah'ım. Hə, pensiyansınız. Amma olar çatmazlığın nəticəsi. Yok her şey yok. Gece onu altın üstüne görmüş o aldı 220 manat da özün bilirsin. Biz o vaxt gələndə ya siz pensiya çıxmamışsınız, elə? Hmm. Təəssüf çıxsın. Allah kömək olsun. Yəni bax belə bir oğlu vəsiyyətdədir. Yəni çətindir bu dəqiqə. Müalicəsi də ki, indi bir məqam üçün deyək ki, almaxalar. Yəni müalicəsini, yəni bir sağalma ehtimalı Yok, yoxdur. yok. Yəni ölkə xaricində də Yok, maraqlansınız da. yok. Apardım da mümkün değil. Nə deyirlər ki? Başında kuruma gelip bir geçen bir apardık bir faiz Faiz, dedik. bir O da faiz. indi o günden beri faiz. O birinden beri ta o da tutar görmüşler mi? Ne danışabilir, ne el hareketi, ne ayak hareketi. Biz oturaq uzanıq falan. Əvvəl amma yeriyirdi. Yeriyir, biter yeriyirdi da. Gene Qabaq biz yeriyirdi. gələndə o vaxt çoxdandan biz gəlmişdik. Orada divanda otururdu, Ha, çıxardırdı, divanda yukarı otururdu, evə ha. çıxardırdı. İndi yok heç nə. Da elə yer oradı, yuvası oradı.
Bir qoymuş oraya, orada cana. Biz Yeməli, içməli verir, yeməli. dekabr gələndə də biz baxdık da elə həmin o vaxtdan belə. Allah canı. Allah Belə özünüz heç kömək olsun. əl yox, əl yox. Allah sizə də kömək olsun ki, çox sağ olun ki, eşən qardaşlar. Qismət altına qoya bilmiş. Nə var? Qismət beləymiş. Çıxırdı gənə eşiyə çıxırdı, qaldırdı o, yuxarı qaldırdı, orada oturdu, eşiyi bazanı görürdü. İndi burada türmə kimi qoymuşuq bura. Kalyas qazat yoxdur. Kalyas qazat. Otura bilmir. Oturur burada. Hə, otura bilmir, yıxılır. Gən onu sağlan, o gəl, o da balıcıdır qoymuşam dalına. Gəl uzanır, gəl yıxılır, belə gəl, yox, gərək sarıyasan, onda gərək sarıyasan. Allah özü kömək olsun. Allah kömək olsun. Allah sizə Babanız alma. dəstək olasın. Allah kömək olsun. Babanın Babanın belə. olsun da verək. Dəyərli izləyicilər, Bakıdan kimin nə kömək eləmək istəyirsə, Nə gücü satır. yəni birbaşa xala yanına gəlsin. Ünvanı da dedim də başda qeyd elədim ki, namı